Hər vaxtınız xeyir dəyərli şagirdlər. Limit sualının izahına baxaq. Verilib ki, limit x yaxınlaşır 3-ə və verilən ifadəni hesablayın. Bax, ilk öncə x-in yerinə 3 yazsam, kök altda 3 plus 1, yəni kök altda 4, yəni 2 çıxılsın. Burada bəs 3 yazsam, olacaq nə? Kök altda 2 vur 3, çıx 2. Bu da eləyər 6 çıx 2, kök altda 4. Yenə 2 oldu. 2 çıx 2. Sürət mənə 0 verir. Məxrəcdə də x-in yerinə 3 yazsam, bunlar da ixtisar gedir, qalır yenə 0/0. Qeyri-müəyyənliyi alırıq. Və qeyri-müəyyənlik olduğu zaman L'Hopital qaydasından istifadə edək. O zaman nə olacaq? Limit x yaxınlaşır 3-ə. Və hər bir ifadənin ayrı-ayrılıqda törəməsini alıb yazsaq, nə baş verəcək? Kök altda x plus 1-in törəməsi bizə nə verir? 1 bölünsün, 2 vurulsun, kök altda x plus 1 və x-in özünün törəməsi də 1-dir. Sonra kök altda 2x minus 2-nin törəməsi bizə nə verir? 1 bölünsün, 2 vurulsun, 2x minus 2 və 2x-in özünün törəməsi vurulsun 2. Sonra kök x-in törəməsi bizə nə verir? 1 bölünsün, 2 vurulsun, kök altda x. Kök 3-ün də törəməsi bizə nəyi verəcək? 0-ı. Gətirib yerinə yazsam, birincinin ifadə nə verir bizə? Demək, 1 bölünsün, 2, kök altda x plus 1. Sonra çıxılsın. Bunun törəməsinə baxın. Mən bu 2-ni, yəni bilirsiniz də vurmadı, bu 2 sürətə aiddir. O zaman bura 2-ni yazsam, bu işlər ixtisar getsə, ən sonda qalır 1 bölünsün 2x minus 2. 1 bölünsün 2x minus 2. Bəs məxrəcdə nə qalacaq? Kök x-in törəməsi. 1 bölünsün 2 kök x. Daha 0 yazmaya ehtiyac yoxdur. Bu belə. Gələk indi həllinə baxaq. 3-ü yerinə yazsam, nə baş verəcək? Limit x yaxınlaşır 3-ə. Olacaq 1 bölünsün 2 vurulsun kök altda 3 plus 1. Çıxılsın 1 bölünsün 2 vurulsun 3 minus 2. Məxrəcdə 1 bölünsün 2 vurulsun kök altda 3. Bərabərdir. Aha, deməli. Burada kökü yaddan çıxarmışıq ki, kök altda bu, deməli, kök altda 2x minus 2-nin törəməsi bizə nə vermişdi? 1 bölünsün 2 kök altda 2x minus 2, bir də vurulsun 2 var. 2'lər getmişdi. Bu kök altdadır da. Bəli. Bu kök altdadır. Unutmayaq. Aha, yerinə yazdım. Baxın, məxrəc zaten 1 bölünsün 2 kök 3'dür. Sürət nə verir bizə? Bu neçə eləyir? 4. 4-dən 2 çıxır, olur 4-də 1. 2 vur 2, 4-də 1. Çıxılsın. Bu da eləyir kök altda 4, yəni 2-də 1. Elə deyilmi? Bərabərdir. Nə olacaq burada? Sürət bizə nə verəcək? Ortaq məxrəc 4-dür. Yəni 4-də 1 çıxılsın 2. Mənfi 4-də 1 verdi sürət. Aşağıda 1 bölünsün 2 kök 3. Yəni bizim aldığımız cavab mənfi 4-də 1 bölünsün 1 bölü 2 kök 3. Bölmə əlamətinə görə mənfi 1 bölünsün 4 vurma 2 kök 3 bölünsün 1. Artıq cavab mənfi 2 kök 3 bölü 4. 2'lər ixtisar getsə qalacaq kök 3 bölü 2 təbii ki mənfi ilə. Bax, cavabımız bu olmalıdır. Yəni B bəndi.